Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləridir. Baxın, ümumiyyətlə biz əvvəlcə burada James Comerin bir maraqlı fikri var. Deyir, düzgün münasibət qurulmadan əhəmiyyətli öyrənmə baş verə bilməz. Bu çox düzgün məsələlərdən biridir. Yəni biz ümumiyyətlə bir müəllim olaraq istər valideynlərlə, istərsə məktəbdə digər əməkdaşlarla, istərsə şagirdlərin özü ilə münasibətimizi düzgün şəkildə qurmalıyıq. Yəni əgər münasibətimizdə hər hansısa bir problem varsa, hər hansısa bir yanlışlıq varsa, bu bizə böyük çətinliklər törədəcək. Ümumiyyətlə effektiv müəllim-şagird münasibətlərində biz nəyə diqqət yetiririk? Hər şey bu dərsdə ümumiyyətlə pozitiv mühit üzərində qurulur. Yəni biz hər şeyə burada müsbət tərəfdən baxırıq. Hər şey pozitiv olmalıdır. İstər müəllimlə şagird arasında, istər müəllimlə valideyn arasında. Və müəllim-şagird arasında pozitiv mühiti baxın, deyir, qurmaq üçün bəzi təkliflər var. Məsələn, deyir ki, bizə tədris ili başlamazdan əvvəl, burada var diqqət edirsiniz, tədris ili başlamazdan əvvəl şagirdlərə xoş gəlmisiniz, onları səbirsizliklə gözlədiyimizi bildirmək lazımdır. Bu nə deməkdir? Yəni, ən azından biz, məsələn, belə deyim sizə, mənim şagirdlərim var. Məsələn, mən 5-ci sinifdə, hal-hazırda 5-ci siniflərini tutaq ki, deyirəm, sinif rəhbəriyəmsə, bilirəm ki, növbəti 4-cü siniflər də gələndə onların da sinif rəhbəri olacağam, artıq mən olacağam və neynirəm? Və yaxud da tutaq ki, belə deyək də, heç bir sinifin sinif rəhbəri deyiləm. Sadəcə bilirəm ki, növbəti gələn 4-lər artıq 5-ci sinifdən onların sinif rəhbəri mən olacağamsa, onlarla əlaqə saxlayıram. Gedirəm tədris ilinin sonuna yaxın onlarla görüşürəm. Necə deyim, onların kimi şagirdlərim olduğuna görə sevinirəm. Yəni bu kimi sözlərlə, xoş ifadələrlə şagirdləri özümüzə cəlb edə bilərik və münasibətimizi düzgün şəkildə qura bilərik. Xoş gəlmisiniz məktubu da nədir? Bunu valideyn qrupuna da göndərə bilərik. Eyni zamanda şagirdlərin özünə də kiçik şəkildə kartlar şəklində verib onlarla münasibətimizi tənzimləyə bilərik. İkinci olaraq deyək, yuxarı sinif şagirdləri ilə sizin sinifə keçməzdən əvvəl aşağı siniflərdən tanış olmaq. Bu bayaq dediyim kimidir. Yəni biz şagirdlər yuxarı sinifə çatanda artıq aşağı siniflərdən ondan tanış oluruq. Sonra gəlir nə? Üçüncü deyir ki, şagirdlər üçün oyunlar, tədbirlər təşkil etmək. Bilirik ki, oyun əsaslı öyrənmə, yəni oyun əsaslı təlim şagirdləri dərsə cəlb edən, xüsusən də kiçik yaşlı şagirdləri dərsə cəlb edən əsas vasitələrdən biridir ki, müəllim də daim bundan istifadə edə bilər, amma diqqət yetirmək lazımdır ki, prosesi bütünlükdə oyuna çevirmirik. Növbəti deyir ki, dərsin əvvəlində sinifi bir-birinə bağlayan fəaliyyətlər keçirmək. Bu da eyni şəkildə sinif daxili tədbirlərin keçirilməsi, sinifdən xaric tədbirlərin keçirilməsini nəzərdə tutur. Şagirdlərin ad günü olduqda, tədbir olduqda, hər hansı bir olimpiyada uğurlar qazanıblarsa, bunları hər zaman mütləq qeyd eləmək lazımdır və özlərinə bildirmək lazımdır. Ən azından digər şagirdlər tərəfindən alqışlanması belə onları çox motivasiya edəcək məsələlərdən biridir. Sonra baxın, deyirik ki, şagirdlərlə bağlı hər birinin şəklini çəkib onlar üçün müəyyən fikirlərimizi yazırıq, onlar haqqında şərhlərimizi bildiririk. Sonra məsələn yenə də məktəbdən kənar tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq ki, bütün bunlar hər biri şagirdlərlə aramızda olan münasibəti müsbət şəkildə tutur və müsbət şəkildə davranmağa gətirib çıxarır. Ümumiyyətlə yadınızda qalsın ki, yenə də vurğulayıram ki, istər müəllimlə valideyn, istərsə müəllim-şagird arasında qurulan münasibət düzgün şəkildə qurulmalıdır və biz deyirik ki, burada əsas hər şeyin mərkəzində müsbət yanaşmadır. Adətən müsahibə mərhələsinə gedəndə nə edirik? Yəni müsahibə mərhələsində biz bütün əslində etməyəcəyimiz o bütün müsbət halları belə orada vurğulayırıq ki, hər şeyi müsbət şəkildə tutmaq lazımdır. Deməli, müəllimin sinifdə effektiv ünsiyyət qurulmasına iki cür yanaşma var. Bir adlanır demokratik üslub, digərsi avtoritar üslubdur. Bunların bir-birindən fərqi nədir? Demokratik üslub hər şeyin qarşılıqlı şəkildə qurulduğu bir mühitdir. Yəni müəllim şagirdlərin fikrini nəzərə alır, şagirdlər müəllimin fikrini nəzərə alır. Bərabər hüquqluluq var. Burada da qeyd olunduğu kimi qarşılıqlı əməkdaşlıq var, həssaslıq var. Hamı bir-birinə qarşı empatiya nümayiş etdirir. Yəni hamı bilir ki, birinin xüsusiyyəti fərqli ola bilər. Müəllim bütün şagirdlərin fərqli xüsusiyyətlərini nəzərə alır, fərdi xüsusiyyətləri nəzərə almış olur, onların ehtiyaclarından xəbərdar olur və demokratik üslubda davranır. Digər yanaşmamız isə avtoritar üslubdur. Avtoritar üslub isə ənənəvi müəllimləri biz deyirik ki,
Adətən uşaqları hətta vurmaqla, döyməklə, onlara hər hansısa bir ağır ifadələr işlətməklə deyirik və avtoritar müəllim necə olur? Baxın, onlar digər şagirdlərin fikirlərini qəbul etmirlər ümumiyyətlə. Onlar deyirlər ki, biz nə deyiriksə odur. Yəni mən müəlliməmsə, hər şeyi sinifdə mən idarə etməliyəm, ancaq mən dediyim olmalıdır. Qrup qaydaları, sinif qaydalarını hamısını mən qoymalıyam, mövzunu mən müəyyənləşdirməliyəm. Nə edirəmsə hər şey mərkəzində mənəm. Belə deyək, o öz müəllimlik hüququndan, haqqından istifadə edir və hər şeyin mərkəzində özünü görür. Buna görə də deyirik ki, bu avtoritar üslub o qədər də səmərəli olmur. Yəni şagirdləri cəlb edən bir vasitə deyil. Növbəti olaraq baxın, diqqət yetirəcəyimiz məqam effektiv müəllim-valideyn münasibətlərinin qurulmasındadır. Effektiv müəllim-valideyn münasibətlərinin qurulmasında deyirik ki, şagirdlərin, daha doğrusu valideynlərin məktəbə cəlb olunmasına maneə törədən bəzi amillər var. Bunlardan birincisi deyir ki, valideynin iş saatının çox olması ilə əlaqədar ola bilər ki, o öz övladının təhsilinə vaxt ayıra bilmir, amma müəllim israrlı davranmalıdır. Yəni çalışmalıdır ki, nə olsa da o valideynləri bu işə cəlb edə bilsin. İkinci ola bilər ki, müəllim valideyn iclası zamanı konfidensiallığı pozulub. Yəni ola bilsin ki, təsəvvür edin, oturmuşuq bir sinif iclasında və bir şagirdin ancaq bir valideynə bir şagirdin bütün mənfi xüsusiyyətlərini söyləyirik və təsəvvür edin, hamıya müsbət haldan danışırıq, müsbət xüsusiyyətlərdən danışırıq, amma bir valideynə övladının mənfi tərəflərini danışırıq, ancaq onun qüsurlarından, yol verdiyi səhvlərdən danışırıq və bu da təbii ki, müəllimi motivasiyadan salacaq. Artıq növbəti dəfələrdən heç valideynlər iclasında iştirak etmək istəməyəcək, çünki artıq sırf onun mənfi xüsusiyyətlər deyildiyinə görə problemlər yaradır. Növbəti gəlir, deyirik ki, müəllimin valideyninə valideyn onun övladı ilə münasibətinin qurulmasına laqeyd yanaşması. Bu da yəni istər müəllimin laqeyd yanaşması ola bilər, istərsə valideynin övladına qarşı laqeyd yanaşması ola bilər ki, məsələn, hal-hazırda mənim işlədiyim təhsil müəssisəsində bəzi valideynlərin laqeydsizliyi var. Yəni onlar övladlarına maraqlanmırlar. Yəni bu problemlər yaradır həqiqətən də bizim üçün. Adətən məsələn nəsə vacib bir xəbəri də qrupa yazanda, şəxsinə yazanda, yəni günlərlə valideynlər baxmırlar. Bu da bizim üçün çətinlik törədir. Yəni bir bu səbəbdən ola bilər ki, valideyn övladına qarşı laqeyddir. Eyni zamanda müəllim də bu qaydaların dərk edilməsinə qarşı laqeyd yanaşa bilər ki, laqeydlik törədər və nəyisə hər hansı bir məlumatları ötürməz, düzgün yanaşmaz təhsil prosesində. Bu valideyni məktəbdən çəkindirən əsas amillərdir. Amma onlarla münasibəti müsbət tutmaq üçün bir sıra strategiyalarımız var. Burada da görürsünüz. Ən birinci salamlama məktubudur ki, salamlama məktubu bayaqda qeyd etdiyimiz kimi, hansı ki burada bir xoş gəlmisiniz məktubu deyə bilərik. Hər hansısa bir məlumata şagirdlərlə bölüşə bilərik. Eyni zamanda salamlama məktubunda deyirik ki, bütün onların övladlarla işləyəcəyimizi, onlarla məsələn övladlarla xoş münasibət quracağımız haqqında müəyyən məlumatları çatdıra bilərik. Bütün məlumatları onlarla bölüşə bilərik. Eyni zamanda deyə bilərik ki, tutaq ki, çox biz sevinirik ki, sizin övladlarınız kimi şagirdlərimiz olacaq. Yəni bütün müsbət şərhləri, bütün müsbət cavabları biz orada valideynə salamlama məktubu kimi göndərə bilərik. İkinci deyək ki, valideynlə olan ilk ünsiyyətin pozitiv olması. Yəni də bayaq da dediyim kimi burada hər şey pozitiv mühit üzərində qurulduğuna görə burada diqqət yetirəcəyimiz məqamlardan biri valideynlə də ünsiyyətin pozitiv alınmasıdır ki, əsas olaraq biz burada diqqət yetiririk nəyə? Baxın, yenə də deyirəm, istər onlara salamlama məktubudur, istərsə hər hansısa bir ünsiyyətin qurulmasıdır və yaxud da ilk dəfə də hər hansısa bir valideynlə tanış oluruqsa, burada ünsiyyəti biz pozitiv şəkildə qurmalıyıq. Yəni ancaq müsbət şeylərdən danışmalıyıq. Sonra deyirik ki, şagirdin irəliləyişi barədə valideynə qeydlər götürmək. Təbii ki də biz hər zaman belə bir şey də yoxdur ki, hər zaman valideynə müsbəti bildirək. Yəni heç bir şagirdin mənfisini valideynə deyə bilmərik. Xeyr, əlbəttə ki, deyə bilərik. Hər hansısa bir müəyyən qədər çatışmayan cəhətlər varsa, qüsurlar varsa, bunu valideynə bildirə bilərik. Lakin nəyə diqqət yetirmək lazımdır? Hər zaman deyəndə birinci müsbətdən danışmaq lazımdır. Yəni ola bilsin ki, çatışmayan cəhətləri çoxdur şagirdin, amma ən birinci biz şagirdin müsbətini vurğulayırıq, müsbət tərəfindən danışırıq, daha sonra onun mənfi tərəfinə artıq keçib mənfi tərəflərini vurğulayırıq. Yəni birinci müsbəti deyib valideyni cəlb etmək lazımdır. Daha sonra mənfi. Eyni zamanda valideyn iclasında da, yəni pozitiv valideyn iclası deyir ki, valideyn iclasında da bunu diqqət yetirmək lazımdır ki, əvvəlcə biz şagirdin müsbətindən, daha sonra isə mənfi tərəflərinə vurğulamalıyıq. Burada da görürsünüz ki, məsələn, şəkildə də baxın, hamısı deyib gülürlər, yəni pozitiv şəkildə saxlamaq lazımdır. Yenə də pozitiv məzmunu zəngdir, e-maildir, mesajdır, bu da bayaq qeyd etdiyimiz məqamlardır.
Sonra diqqət yetirəcəyimiz məqam, baxın, valideynin sinif fəaliyyətlərinə qatılmasıdır ki, burada da yenə də israrlı davranmalıyıq. Mütləq şəkildə valideynlərin bayramlarda, hər hansısa bir tədbirlərdə, layihə işlərində iştirak etməsi üçün mütləq şəkildə şərait yaratmalıyıq. Formativ qeyd dəftərlərdə bayaq da qeyd etdiyim kimi şagirdlər haqqında hər hansısa bir müsbət irəliləyişləri və yaxud da geriləmələri hər birini özümüzdə qeyd şəklində aparıb və bunu valideynlərə bildirməliyik. Yenə də deyirəm, amma müsbətdən başlayaraq bildirməliyik. Və ümumiyyətlə biz deyirik ki, valideynlərlə düzgün münasibət qurmaq üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır. Üzrlü sayın. Bunlardan da birincisi təşəbbüsü ələ almaq, təkidli olmaq, ailə ilə empatiya yaratmaq, məxfiliyi qorumaq, valideyni anladığını göstərməkdir. Bunların bir-bir mənasını sizə izah eləyəcəm. Baxın, təşəbbüsü ələ almaq nə deməkdir? Təşəbbüsü ələ almaq deyirik ki, biz bir müəllim olaraq yəni, baxın, məsuliyyətimizi dərk etməliyik və valideynin daim, belə deyək, prosesə cəlb olunmasında, necə deyək, daim fəal iştirak etməliyik. Yəni, bəzən olur ki, valideynlər müəllimi tanımırlar, bəzən olur ki, valideyn icrası təşkil olunmur, amma bunların hər biri təbii ki, mütləq şəkildə yerinə yetirməli olan məsələlərdir. İkinci, israrlı olmaqdır. İsrarlı olmaq nə deməkdir? Yəni, bəzi valideynlər olur ki, bir dəfə xəbərdarlıq edirsən, 2 dəfə xəbərdarlıq edirsən, 3 dəfə xəbərdarlıq edirsən, valideyn iclaslarına gəlmir, valideynlə, müəllimlə əlaqə yaratmırlar, övladı haqqında heç maraqlanmırlar da. Bu zaman nə etməliyik? Bu zamanda hətta deyirik ki, biz bəzən testlərdə qarşımıza çıxa bilər ki, müəllim valideynin evinə də belə gedə bilər. Yəni bunu müəllimlər adətən yanlış götürürlər, amma düzgündür. Yəni valideynlə qarşı o qədər israrlı davranmalıyıq ki, biz hətta təbii ki, bunu xəbəri olaraqdan əlaqə saxlayıb, yəni digər heç olmasa qonşu ilə, yaxından, tanışla, qohumla əlaqə saxlayıb onların evinə belə gedib onlara anladığımızı göstərməliyik. Ailə ilə empatiya yaratmaq, yəni özümüzü ailənin yerinə qoymaq, onların vəziyyətini, halını anlamaqdır. Məxfiliyi qorumaq deyirik ki, gizliliyin qorunmasıdır, şagird davranışı barədə, sağlamlığı barədə, psixologiyası barədə. Bunların hər birini biz bilirik və bu haqda məxfiliyin qorunmasını nəzərdə tutur. Ən sonuncusu isə valideyni anladığımızı nümayiş etdirmək, yenə də bu da empatiyanın göstərilməsini nəzərdə tutur. Ümumiyyətlə bu dərsdə demək olar ki, bəzi məsələlər təkrar verilsə də, ən əsası yadımızda saxlamaq lazımdır ki, istər yenə də deyirəm, valideynlə şagird, istərsə də valideynlə valideynlə müəllim, valideynlə digər əməkdaşlar, psixoloqlar və yaxud da şagirdlə müəllim arasında qurulan əməkdaşlıqların hər biri müsbət mənalı olmalıdır, pozitiv məzmunlu olmalıdır.